Fikir vermişsiniz ki, hər bir bərbərxanada güzgü var. Halbuki bərbərin özünə güzgüyə ehtiyac yoxdur. Yəni o əsas müştəri üçün, yəni müştəri prosesi görsün, yəni o necə qırxdığını belə deyim də saçını. O proses ona maraqlıdır və ona baxmaq maraqlıdır deyə o güzgünü qoyurlar. Eynən də hər bir işdə elədir, hər bir ustalıqda elədir. İndi məsələn sən dəmir ustasısan, ya dəmirçisən, ya maliyyəsən, fərq etməz. Əgər sən video paylaşmırsansa, sən öz əl işi video paylaşıb müştəri onu görmürsə, onu maraqsızdır. Amma sən paylaşsan, sən onu çəksən, hər etap çəkib paylaşsan, əlbəttə ki, müştəri səni seçəcək. Sizə bir paylaşmayan usta olsa, bir də paylaşan usta olsa, videolarını nəzərdə tuturam, yozmayın. O, əlbəttə ki, videosunu paylaşan ustaya daha çox simpatiyası olacaq, belə deyim. Və öz məhsulunu ondan alacaq, ya ona zakaz verəcək. Belə çalışın, videolarınızı çəkin, paylaşın.